Yeri gəlmişkən, yadındadır, məktəbdə qızlar adi dəftərlərdə anketlər tuturdular və hamıya doldurmaq üçün verirdilər. Sizdə də belə bir əyləncə var idi? Əslində, özünü xatırlamaq üçün çox gözəl bir vasitə idi. İşin qəribə tərəfi odur ki, bundan sonra ömrünün sonunadək heç kim bu barədə düşünmür. Mən əslində nəyi sevirəm, nəyi istəyirəm, xoşuma nə gəlir? İnsan bu barədə düşünməyəndə isə cəmiyyət, sosial şəbəkələr və reklamlar ona özünə lazım olan dəyərləri diktə edir. Əlbəttə, cavablarımız mütləq xarakter daşımır, sabah üstünlüklərimiz dəyişə bilər. Məsələn, uşaqlıqda dondurmanı sevirdinsə, gənclikdə kalorili şirniyyatları və tortları sevirsən. 10 ildən sonra isə sadəcə kokteyl çubuğu ilə şirə və ya tam fərqli bir şey içməkdən zövq alacaqsan. Amma de görüm, sən sonuncu dəfə özün haqqında nə vaxt düşünmüsən? Bu sorğunun dəyəri ondadır ki, 10-20 il sonra insan öz sual və cavablarına yenidən boylana bilər. Onda anlayacaqsınız ki, bu anket həyatda özünüzə verə biləcəyiniz ən bahalı hədiyyədir. Siz sadəcə özünüzü özünüzə bəxş etmisiniz. Gəl oynayaq. Cavabları mütləq qələmlə, ayrıca bir A4 vərəqinə yazın. Birinci mərhələnin, yəni zövqlər və nostalgiya bölməsinin suallarını bu videonun təsvirində və sabitlənmiş şərtdə saxlamışam.